Azerbaycan'ın anakarasıyla Nahçıvan'ı birleştirme hedefine artık çok yakınız. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, Zengezur koridorunun önemini bir kez daha bu sözlerle dile getirdi. Koridorun yalnızca demiryolu ve karayolundan oluşmayacağını belirten Aliyev, projenin kapsamının genişletileceğini söyledi. Azerbaycan anakarasıyla Nahçıvan'ın birleşme hayali artık çok yakın. Bu hayalin gerçekleşmesi için gözler tamamlanması beklenen Zengezur koridorunda. Zengezur dəhlizinin yaradılması bildiğiniz gibi bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini, onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub və bu hədəfə doğru biz inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, projeye ilişkin son durumu Azerbaycan Devlet Televizyonu'na değerlendirdi. Zengezur dəhlizini, bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə ilk növbədə nəqliyyat segmenti nəzərdə tutulurdu. Amma bugün biz daha geniş baxırıq buna. Bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta fibra optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa neft-qaz kəmərləri də keçə bilər. Aliyev, Azerbaycan-Nahçıvan-Türkiye hattındaki enerji bağlantılarının da koridorun bir parçası olacağını söyledi. Bugün bizim enerji xətlərimiz, məsəl üçün Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan üzərindən Naxçıvana və ondan sonra Türkiyə və Avropaya uzanacaq enerji dəhlizi bu eyni zamanda Ermənistanın enerji sisteminin ayaqda qalmasına əgər böhran yaranarsa imkan yaradacaq. Azerbaycan tarafında demiryolu ve karayolu çalışmalarının sürdüğünü belirten Aliyev, demiryolunun gelecek yıl Ermenistan sınırına ulaşacağını açıkladı.